Sizə beynəlxalq bədxəbərlə gəlmişəm. Ümumdünya Səhiyyə Təşkilatı var idi, üst. Yadınızda. Bax, onların bizə təzə xəbər var. Hindistanda Nipah virusu tapılıb. İddia olunur ki, bu virus koronadan da betərdir. 40-70%-də ölümə səbəb olur. Yoluxmanın səbəbi yarasalar və ya çirklənmiş meyvələr ola bilər. Peyvəndi də yoxdur. Bu yarasalar deyəsən and içib dünyanı qırıb tökməyə. Tarixdə nəsə yarasalara bərk pisliyimiz deyil. Bunlar niyə bizi öldürən şeylər özlərində daşıyır? Belə getsə, axırda insanlıq yarasanın nəslini kəsəcək. Hər dəfə peyvənd düzəltməkdənsə problemi kökündən həll eləmək lazımdır. Virusun adı da o deyil, Nipah deyə virus olar. Atma çay adına oxşuyur. İndi il yarımda buna görə hər yeri bağlamasalar yaxşıdır. Axırıncı dəfə evdə qal kampaniyası yadınıza gəlir də. Hər cürə mistik hadisə yaşadıq. Göy evdə qalıb qonşuların muğam oxuması var idi. Deyəsən bir məhəllədə qonşuların çox yaxşı səsi var idi. Sonra ortaya çıxdı ki, oxuyanlar həqiqi muğam ustaları idi. Onları dəvət edib bir məhəllədə evdə qal kampaniyası çəkilmişdi. Ortaya çıxanda ki, hamımız gördük. Hələ başqa biri mahnı oxumuşdu ki, sabun al evdə qal. İndi güya qafiyələnmiş söz deyir də. İndi məqsədi də buymuş ki, sabunla əllərini yu, virus bulaşmasın və evdən də çölə çıxma. Ehtiyacı olmadan 190 manat üçün müraciət edənlər də var idi. İlahi, nə uzun-uzun söhbətlərimiz olub. Nəysə, daha qayıtmayaq köhnələrə. Yarasalar da bizim aramıza nipah salmasın. İşimiz gücümüz tökülüb qalıb. Bizim özümüzün o virusdan betər viruslarımız var. Özünü qaz idarəsinin əməkdaşı olaraq təqdim edən şəxs saxlanılıb. Bunun qaz idarəsinin işçisi olduğuna inanmaq üçün gərək elə özün saf olasan. 100% gedib qapılara deyib ki, Levi qaz çəkirəm və bu adına cəmaatın pulunu alıb aradan çıxıb. Bu insanlar virus yox, Levi işləri olan sevgiləri yıxacaq. Kişilərdəki Levi məsələsi lap qabarıqdır, da heç bağırtmırıq. Hamı yaxşı tanıyır, hamını yaxşı bilir. Bəzi adamlar da var ki, özünün kim olduğunu gec yada salır. Piyada keçidində sürücü piyadalara sərt reaksiya verib. Bunun ardınca da üstünə gələn adamları görüb və hadisə yerindən qaçıb. Keç də! Keç də la! Bax, o kükrəmək nədir, qaçmaq nədir? İnsanlar çıxıblar piyada keçidinə. Başqa hardan keçməlidirlər? Başqa yerdən keçir, deyinirsiniz. İndiki qayda qanundan keçirlər. 3 saniyə gözləyə bilməmək nədir, mən başa düşmürəm. Bu nəyin səbirsizliyidir sizdə? Məncə dünyada ən səbirsiz xalqlar içərisində birinci yer tuta bilərik. Hətta o siyahı çıxana qədər bizimkilər nə oldu deyib səbirsizlənə bilər. Sırf elə bu maşın sürməkdən yola çıxsaq görə bilərsiniz ki, niyəsə hamımız harasa tələsirik. Bir adam solzuluqda dəli kimi yol istəyə niyə çayxanaya getsin? Sonra da deyirsiniz ki, pingvin niyə üz döndərib dağlara getdi? Niyə də getməsin? Dünyanın hansı gününə baxıb qalsın? Baxdı ki, insanlıqdan bir iş çıxmayacaq, dedi ki, baş götürüb gedirəm. Bizim öhdəliklərimiz var deyə gedə bilmirik. Ağıllı başlı varlıqlar bu dünya toplumundan çoxdan üz döndərər. Hər yerdə müharibə təhlükəsi, göydə uçuşan raketlər, xəstəliklər, bir-birini qətlə yetirən insanlar, fırıldaqçılar. Hansını deyəsən? Adam bilmir. Ona görə də pingvin çox düz eləyib ki, üz döndərib gedib. Bu dünyanın dözləsi tərəfi olsaydı, o tənhalığı seçməzdi. Gedirəm bu axşam, gedirəm gülüm. Yoluxma... Meyduma indirdim. Sonra ortaya çıxdı ki... Rek! Sən kimsən burada rejissorluq edirsən? Sənə heç olmadı ya bu söz. Mən hələ səbrimi saxlayıram. Nəysə, day qayıtmayaq. Mən elgisin, bicliyim yoxdur. Başımıza iş gəldi. Özünü qaz idarəsinin... Soğuk. Özünü qaz... Dəşi olaraq təqdim edən... işçisi... Mən niyə danışamıram? Ne bileyim valla. Olduğuna inanma... Piyada keçən...